Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Edukompani təhsil şirkətinin sizlər üçün yaratdığı yeni sınaq qruplarından olan situasiya sınaqlarımızdan birini sizlər üçün izah edəcəm. Bilirsiniz ki, biz sizlərə MİQ imtahanında düşən suallardan daha çətin və daha düşündürücü suallar təqdim edirik və bu sualları işləyərək təbii ki, siz imtahana tam hazır olursunuz. Sınaq qrupumuzda paylaşdığımız suallardan və biraz da müzakirəyə səbəb olan suallardan bir neçəsini sizlər üçün izah edəcəm. Elə bir nömrəli sualı sizlər üçün təqdim edəcəm. Siz də dinləyin. Situasiya sualları necə işlənilməlidir? Sualları necə təhlil etmək lazımdır? Bunları da öyrənmiş olarsınız. Nəzərinizə çatdırım ki, həm sınaq qruplarımız aktivdir. Həftədə 2 dəfə bu tipdə daha çətinləşdirilmiş və situasiya tipli sınaqlar təqdim edirik sizlər üçün. Həmçinin də bizim yeni bir test bankımız nəşr olunur. Bu test bankımızda da 1000 ədəd situasiyalardan ibarət, yalnız situasiyalardan ibarət qarışıq sınaqlar sizlər üçün təqdim olunacaq. Yəni, son aylarda bu sınaqları işləyərək imtahanda yüksək nəticə göstərə bilərsiniz. Gəlin, baxaq sınağımıza. Sınaq 1-də deyilir ki, ilk növbədə təbii ki, bildiyiniz kimi situasiyanı təhlil etmək lazımdır. Baxın, situasiyanı gəlin sizinlə ilk növbədə təhlil edək. Görək söhbət burada nədən gedir? Ümumilikdə baxsaq, deyilir ki, müəllim təbii fəlakətlərə diqqət çəkmək üçün, baxın, söhbət nədən gedir? Təbii fəlakətlərdən. Təbii fəlakətlərə diqqət çəkmək üçün müəllim fəlakət öldürməz, etinasızlıq öldürər dedi. Bu cümləni yadda saxlayın, birazdan sizə izah edəcəm. O aşağıdakı kimi araşdırma planlaşdırdı və bu sahə üzrə işləyən 3 mütəxəssis sinifə dəvət etdi. Əvvəllər fənn üzrə hazırlaşmış bir qrup şagird, baxın, diqqətli olun, əvvəllər fənn üzrə hazırlaşmış, həmin fənn üzrə hazırlaşmış bir qrup şagird mövzunu təqdim edərək zaman-zaman ekspertlərə suallar verirdilər. Baxın, bir qrup şagird ekspertlərə suallar verirdilər. Mütəxəssislər sualların onların ixtisas sahələrinə aid olan hissəsini izah edirdilər. Öz ixtisaslarına aid olan hissələrini izah edirdilər. Nəhayət, sinifdəki auditoriyadakı şagirdlərə də sual soruşmaq imkanı verməklə fəaliyyət sona çatdı. Burada bir şeyə diqqət yetirmək lazımdır ki, baxın, deyir ki, nəhayət, sinifdəki, yəni auditoriyadakı şagirdlərə də sual soruşmaq imkanı vermək. Yəni, yalnız bir qrup şagird fəaliyyətdə iştirak edirdi. Sonradan isə bütün sinifə, digər şagirdlərə də sual soruşmaq imkanı verildi. Sual soruşmaq imkanı verildi. Və bununla da fəaliyyət sona çatdırıldı. Situasiyanı oxuduqda bizə məlum olur ki, söhbət əsasən nədən gedir? Söhbətin əsas məğzi nədir? Təbii fəlakətlər, fəlakət öldürməz, etinasızlıq öldürər. Yəni, bunları anladıqdan sonra ümumi situasiyanı keçirik cavab axtarmağa. Hər zaman birinci situasiyanı anlamaq, sonra cavablara baxmaq lazımdır. Yəni, mən indi sizə tam şəkildə demirəm sualın cavabını, onda marağı itər. Digər variantları izah edəndən sonra deyəcəm. Yəni, situasiyanı özünüz başa düşəndən sonra artıq sualın cavabı sizin üçün aydın olmalıdır. Mənə aydındır buradan sualın cavabı artıq. Və inanıram ki, dinləyən müdavimlərə də aydındır ki, ən azı beyninizdə bir şey formalaşır ki, söhbət nədən gedir, orada nə ola bilər. Situasiya əsasən doğru fikri müəyyən edin. Bir çox hallarda müəllimlərin elə ən böyük səhvi də buna fikir verməməkdir. Doğrunun yerinə yanlış götürürlər, yanlış yerinə doğru götürürlər. Bəzən problemin həll yolunu axtarırlar, bəzən problemin səbəbini axtarırlar. Yəni, gözəl insanlar, baxın, sizdən sadəcə situasiyaya əsasən doğru fikri müəyyən edin deyir. Yəni, bununla bağlı nə var orada? Sadəcə bunu istəyir. Sizdən problemin həll yolunu istəmir, sizdən situasiyayla bağlı yanlışı istəmir, sonra səbəbini istəmir və s. heç nə istəmir sizdən. Sadəcə buna aid olan bir cavab seçin deyir. Bu qədər. Baxırıq A variantına. Deyir ki, müəllimin planlaşdırdığı araşdırma üzərindən təşkil olmuş konferans şagirdlərdə sual formalaşdırmaq bacarığını inkişaf etdirdi. Bu variant sizi aldatmaq üçün və sizi tora salan bir variantdır.
Niyə? Çünki biraz da diqqətsiz olsaz, deyəcəksiniz ki, aha, burada şagirdlərə də sual soruşmaq imkanı yaradılmışdı. Bu qədər. Cavabım elə A bəndi götürəcəksiniz, səhv çıxacaq cavabınız. Niyə götürəcəksiniz? Burada da sual var, burada da sual var deyəcəksiniz, amma yanlış edərsiniz. Burada sualı formalaşdırmaqdan danışır. Burada sadəcə sual soruşmaqdan. Sual soruşmaq nədir? Mən misal üçün başa düşməmişəmsə nəyisə sual soruşuram ki, bu niyə belə oldu? Necə ola bilər? Sual verirəm də, yəni sual formalaşdırmaq nədir? Məsələn, tapşırıq verirəm ki, uşaqlar gedin filan mövzu ilə bağlı suallar tərtib eləyin, gətirin. Və ya sizə bir müdavim olaraq tapşırıq verirəm ki, uşaqlar gedin, yəni müəllimlər, siz də bizim uşaqlarımız, müəllimlər, müdavimlər, gedin siz də taksonomiyaya aid 5 dənə nümunə hazırlayın, gətirin. Aha, o zaman deyərik ki, sual formalaşdırdı. Sadəcə yazıq uşaqlar sual verdilər. Harada sual formalaşdırdılar ki? Özümüzdən Amerika kəşf edirik. Ona görə bu yanlışdır. A bəndini silirik artıq. Cavabımız A olmayacaq. Digər variantlara baxaq. E bəndinə baxaq. E bəndində görək nədir səhv? Deyir, təşkil olunmuş prosesdə müəllimin əsas diqqət mərkəzi şagirdlərdə psixomotor sahənin dəqiqlik mərhələsidir. Baxsaq görərik ki, şagirdlər orada nəsə hazırlayırlar, düzdür? Hər hansı bir işi icra edirlər. Hər hansı bir təqdimat, nə bilim, nəsə üzərində çalışırlar və bir neçə işi icra edirlər. Bu halda orada dəqiqlik yox, bir neçə işin eyni anda icra olunması hansı mərhələdir? Yazın görüm, rəy bölməsində. Artikulyasiya, təbii ki, artikulyasiya. Baxın, dəqiqlik yox, artikulyasiya olmalıydı orada. Bu halda E bəndi yanlışdır. Baxıram D bəndinə. Burada deyilir ki, sual-cavab prosesində əlavə vaxt itkisi olmasın deyə ekspertlər mövzudan kənar sualları cavablandırmayıb. Yox, orada deyildi ki, ekspertlər öz ixtisaslarına aid olan sualları cavablandırdılar. Bu demək deyil ki, onlar mövzudan kənar sualı cavablandırmayıb. Yəni, əlaqəsiz bir cümlədir. Yazıq ekspert orada mövzudan kənar sual cavablandırmamaq üçün bir yanaşma göstərtmədi, düzdür? Sadəcə öz ixtisası ilə bağlı sualları cavablandırdı ki, yəni də mənim bildiyim sahə budur, peşə budur, bununla bağlı bildiklərini bölüşdü. Və şagirdlər də orada əlavə bir sual verdilərmi ki, başqa bir sahə ilə bağlı biz özümüzdən burada belə bir fikir formalaşdıraq? Yox. Situasiyada belə bir yanaşma ümumiyyətlə yox idi. Ona görə D variantı kökündən səhv bir cavabdır. Silirik D variantında. C-də deyir ki, təşkil olunmuş prosesdə inklüzivliyin təmin olunması üçün ekspertlərə suallar ünvanlanırdı. İnklüzivliyin təmin olunması üçün ekspertlərə suallar ünvanlanırdı. Biraz mənasız gəlir bu cümlə sanki. Necə yəni? İnklüzivliyi təmin etmək üçün suallar o zaman deyərdik ki, müəllimlər sinifdə, yəni dərsi bu işi quran müəllimlər şərait yaratdı ki, hamı sual versin, hamı prosesdə iştirak eləsin. Axı inklüzivlik bərabər imkanların yaradılmasıdır. Xeyr, belə bir yanaşmada yoxdur. Yəni, inklüzivliklə bağlı da ekspertlərə suallar ünvanlanmırdı orada. Deməli, bu da yanlışdır. Bunu da silirik. Cavabımız burada B bəndidir. Baxın, gəlin B bəndi niyə doğru cavabdır, sizə onu izah edim. Burada deyilir ki, müəllim diqqət çəkdiyi məsələ ilə şagirdlərdə fəal vətəndaşlıq səriştəsini inkişaf etdirir. Bir çox müəllim deyir, niyə fəal vətəndaşlıq? Nədir fəal vətəndaşlıq? Gəlin sizinlə danışaq biraz. Fəal vətəndaşlıq bir insanın öz ölkəsinə bağlılığı, onu təbliğ eləməsi, ölkəsi haqqında məlumatlı olması, yaşadığı ərazidə insanlara kömək etməsi yeri gələndə, yardım etməsi, fəal vətəndaş olmasıdır yəni. Və burada da bizə nədən danışır situasiyada? Deyir ki, fəlakət öldürməz, etinasızlıq öldürər. Təbii fəlakətlərlə bağlı danışır. Və verilən cümlənin mahiyyəti çox genişdir əslində. Fəlakət öldürməz, etinasızlıq öldürər. Təbii fəlakət baş verib düşünün. Ümumiyyətlə, etinasızlıq nədir? Bəlkə bilməyənləriniz o var. Etinasızlıq yəni, belə deyim də, biraz laqeyd yanaşmaq. Bir məsələ laqeyd yanaşmaqdır ki, mən buna laqeyd yanaşıram. Misal üçün, görürəm ki, kimsə yolda yıxılıb, biraz da qəribə çıxacaq, can verir. Mən də bölümdən keçib gedirəm. Bu günümüzün də bəlası nədir? Əlimə bir dənə alacam telefonu, çəkə-çəkə gedəcəm.
Aparım TikTokda paylaşım deyə. Takipçi yığım özümə. Kəşfiyyətə düşün. Bunu düşünəcəm, düşünməyəcəm ki, bu adam can verir də. Bir gedim ona bəlkə bir yardımım dəyər, bəlkə tibbi yardım göstərə bilməsəm də, bəlkə elə bir, nə bilim, zəng eləyərəm, gələr orada bir təcili yardım gələr və ya həkimə apararam. İtinasızlıqdır da, yəni. Və yaxud da düşünün bir yanğın hadisəsi baş veribdir. Baxırsınız ki, orada hər hansı bir canlı məhv olur. İnsan olsun, heyvan olsun, fərqi yoxdur. Sənin onu xilas edə bilərsən, sən onu xilas edə bilərsən bəlkə də. Bəlkə də əlinə bir vedrə alıb, tapıb, su töksən, bəlkə də o canlını xilas edə bilərsən, amma etinasız yanaşırsan. Laqeyd yanaşırsan, deyirsən, onsuz da mən getsəm də öləcək. Bu cür yanaşmaq etinasızlıqdır. Ona görə də, baxın, fəlakət öldürməz, etinasızlıq öldürər. Düşünün, gedirəm bugün işdən, tokda qoyuram bu lövhəni, çıxıb gedirəm. Gecədə qəşəng bir qapanma baş verir və getdi hər şey. Burada o deyirlər, partlayış baş verdi. Yəni nə olacaq? Təbii ki, insanlar ölə bilər, xəsarət ala bilər, məhv eləyə bilərəm bir ailəni. Nəyə görə? Sadəcə etinasızlığa görə. Bir etinasızlığa görə insanlar həyatı məhv ola bilər. İnsanların övladları, özləri xəsarət ala bilər. Həyatları, qurduqları həyat dağıla bilər. Deməli, fəlakət öldürmür. Öldürən elə insanların etinasızlığıdır. Bəzən yanğınlar niyə baş verir meşələrdə? Bəzən Allahın işidir, nəsə bir isti havalar keçir, olur. Amma bəzən də insanlar adi bir kibriti atırlar, yandırıb atırlar kiçik bir yerə, bundan yaranır. Çox etinasızlıqlardan yaranır da. Və fəal vətəndaş olan insan isə nə edir? O, hər şeyə diqqət yetirir. Yeri gələndə insanlara kömək edər. Baxsa ki, bir zəlzələ baş verib, oradakı uşaqları, qocaları, insanları, qadınları, kişiləri qurtarmağa çalışar. Əlindən gələn bir köməkliyi edər. Öz dövləti üçün, xalqı üçün, milləti üçün, insanlıq üçün edər nəyisə. Budur, fəlakət öldürməz, etinasızlıq öldürər, fəal vətəndaş mövqeyi. Cavab B variantı. Əslində, yəni bu sualın cavabını tapmaq maksimum bizim üçün sualı anladıqdan sonra 10 saniyə, 15 saniyə vaxt apara bilər. Variantları oxumaq üçün 20 saniyə, 30 saniyə bəlkə vaxt apara bilər. Yəni özüm geniş izah elədim ki, bəzən belə deyim də sualı anlamayan müəllimlər və yaxud da təlimçilər sualları yanlış çıxarmağa çalışırlar. Mən hər zaman bildirirəm, baxın, nömrəmiz var, adımız var, nə bilim, soyadımız var, şirkətimizin adı var. Bizə müraciət eləyə bilərsiniz. Əgər bu sualın izahını bilmirsinizsə, gözəl əməkdaşlar, gözəl, nə bilim, kollegalar, əgər bir şeyin izahını bilmirsinizsə, müraciət eləyin, biz sizə başa salaq, izah eləyək, deyək ki, bax, gözəl insan, budur. Mən olub nəyisə bilməmişəm, öyrənmişəm, öyrənmək heç vaxt ayıb deyil. Öyrənməyi özünüz üçün ayıb bilməyin. Nəyisə başa düşmürsünüzsə, gəlin izah edək. Biz də nəyisə başa düşməsək, sizdən istəyərik bunu. Amma bir şeyin həqiqətən izahını bilmədən 2-3 cümlə əzbərləmişsiniz, gəlib dərs keçirsiniz. Həqiqətən izahını bilmədən insanların haqqına girməyin. Yalan dolan danışıb özünüzü böyük göstərməyə çalışmayın. Bir elin gözü, xalqın gözü tərəzidir. İnsanlar kimin potensialının, kimin savadının, kimin düşüncəsinin, kimin sözünün doğru olduğunu çox yaxşı görürlər. Görməyənlər də ki, onsuz da ki, bədbəxt insanlar, təəssüflər olsun. Belə gözəl insanlar, sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.